Algoritmin blok sxeminə əsasən S dəyişəni sonda 128 qiymətini almışdır. Belə olan halda N-ə veriləcək ən böyük və ən kiçik qiyməti tapın. Bu tipli suallarda bizim ən birinci qaydamız dövrlərin sayını tapmaqdır. Təbii ki, biz dövrləri bir-bir icra eləmirik. Çünki dövrlərin sayı çox ola bilər. Deməli, biz dövrlərin sayını necə tapırıq? Təbii ki, biz sonda verilən S-in qiymətindən kömək alaraqla. Məsələn, S ən birinci dövrə girəndə S-in ilk qiyməti neçə olar? İlk qiyməti 1-dir. Birinci dövrdə 1-i vurar 2-yə, düzdürmü? Bu bizə verir 2. İkinci dövrdə bunu da vurar 2-yə, bu edər 4. Deməli, S sonda 128 qiyməti alıbsa, mən 1-i neçə dəfə 2-yə vurmalıyam ki, sonda 128 qiymətini alsın? 7 dəfə. 7 dəfə biz 1-i 2-yə vurmalıyıq. Belə olan halda, deməli, bizdə dövr sayı olacaq 7. Mənim bu tapdığım sadəcə dövr sayıdır ki, bunu da aldım 7. Əla. Yəni, dövr 7 dəfə işləyib, bu şərt ödənməyibdir, dövr bitibdir. Yəni, blok sxem öz işini dayandırıbdır. 7-ci dövrdə bitib artıq. Dövr öz işini dayandırıbsa, demək şərt ödənməyib ki, dayandırıb da. Bu şərtin əksi olub. Bu da ki, bunun da əksi nə deməkdir? N böyük bərabərdir 100 deməkdir. Deməli, 7-ci dövrdə dövr bitibsə, biz artıq tənliklərimizi qurmağa başlayaq. Deməli, N ən birinci, deməli, bax burada. N-in hər dövrdə üstünə 7 gəlibdirsə, 7 dəfə dövr işləyibsə, deməli mən N-in üstünə 7 dəfə 7 gəlmişəm. 7 dəfə 7 gəlmişəm. Bu şərt ödənməyibdir. Bu şərt ödənibdir. Yəni böyük bərabərdir 100 olubdur. Dövr bitibdir. Bax bu ən böyük və ən kiçik qiymətlərin tapılmasında olan birinci tənliyi mən qurdum. İkinci tənliyi necə qururam? Dövrdə qalan ən son qiymətlə. Dedik dövr sayı 7 dəfə işləyibsə, dövrdə qalan ən sonuncu dövr neçə olar? 6-cı. Deməli, növbəti tənliyimi də belə qururam. N-in üstünə 6 dəfə 7-ni gəlmişəm. Bu şərtlə qalıbdır. Bu dövrdə qalan qiymətidir. Bu da olubdur. Kiçik bərabərdir 100-dən. İndi gəlin bu tənlikləri həll eləsək. Burada alınar. N böyük bərabərdir 51. Yəni N bərabərdir 51 olar. Bu mənim tapdığım bir qiymət. Növbəti qiymət isə bu tənlikdən. N kiçikdir 100 çıx 42. Buradan da N kiçikdir 58. N bərabərdir 57 olar. Aydındır. Deməli bizdə ən kiçik qiymət oldu 51, ən böyük qiymət oldu 57. Yəni sualın düzgün variantı olar B variantı.